Salam aleykum və rəhmətullah və barakatuh. Əziz kanalımızın izləyiciləri. Deməli, bir nüansa toxunmaq istərdim. Görürəm ki, bəzi kommentlərdə yazırlar ki, məsəl üçün kimsə bir heyvan paylaşır, qala qoyun olsun, yəni qara dolaq olsun. Ümumiyyətlə fərqi yoxdur, yəni yaxşı bir sort paylaşır, damazlıq satır və orada qiymət təyin edir. Başlayırlar bəziləri orada kommentlər yazmağa ki, bəs dana qiymətinə satırsan, bu nədir? Güya indi öz aləmində bunlar lağ edirlər və baxıram ki, güya bunlar təsərrüfatçılardır, güya bunlar heyvandarlıqla məşğul olan adamlardır. Amma buradakı özündə bir şübhə yaradır məndə. Çünki heç bir təsərrüfatçı durub orada lazımsız kommentlər, yəni başı çıxmadığı şeyləri yazmaz. Çünki ancaq başı çıxan adam, yəni bilən adam, təcrübəsi olan adam, heyvandarlıqla məşğul olan adam bilər ki, damazlıq qiyməti başqa olur, ətin qiyməti başqa olur. Qardaş, damazlıq başqa bir istiqamətdir. Ətliksə başqa. Adamlar var ki, sırf heyvandarlıq təsərrüfat qurur, damazlıq istiqamətində çalışır. Yetişdirir heyvanları və damazlıq satır. Adamlar da var ki, sırf ətli cinsə üstünlüyü verir və ətli satır. Və bugünkü gündə biz bilirik ki, çox gözəl bilirik və yəni bilənlər də bilir ki, qara dolaq kimi, qala qoyun kimi cinslər həm ətlik gedir, həm də damazlıq. Bunu saxlayan bilir. Yəni sizin orada boş-boş yazmağınız, yəni heç bir anlayışınız olmadığı halda dana ilə müqayisə elədiyiniz, yəni cəfəngiyyətdar, yəni bu kimə lazımdır? Zaten alan adam bilir ki, alan adam səndən çox yaxşı bilir nəyə dəyər verir və nəyə pul verir. Çünki o bilir, yəni sort nə deməkdir. Sən ola bilsin ki, saxlayırsan, bu qiymətə satırsan. Sənin heyvanın cır ola bilər və s. Məsələn, sənə bir dənə adi misal gətirim. Maşın var, qiyməti 50 mindir. Maşın var, qiyməti 5 mindir, 10 mindir. Amma ümumilikdə maşın gedir adı. İndi sən deyə bilərsən ki, hə, qoyundur da, fərqi nədir? Amma fərqi böyükdür. Qoyun var ki, erkək gəlir, çıxır, diri çəksi 120-150 kiloya qədər. Ondan da üstün olan, yəni çəkiyə gəlir, çatır. Erkək var ki, sən saxladığın sort, vur tut maksimum 70 olar olmaz. 70 kilo. Yəni gəlin buna etiraf eləyək ki, bu belədir. İkincisi təlabət deyilən bir şey var. Məsələn, xüsusən görürəm çox qıcıqlananlar var. O qala qoyunları damazlığa kimsə satanda görürəm ki, çoxsu qıcıqlanır. Lazımsız rəylər, kommentlər yazır orada. Qardaş, amma qara dolaq kimsə satanda nəyəsə buna reaksiya belə vermirlər. Yəni bu onlar üçün normal gəlir. Onda yazmırlar ki, dana satırsan. Çünki bu hansı şəxslərdir ki, bu paxıl olan qismidir ki, düşünürlər ki, ancaq bizdə olmalıdır. Yəni biz saxlamalıyıq. Ancaq bizim heyvanlardır. Yəni bunlar dar düşüncəli insanlardır ki, hansı ki o bir məsələ var, deyir, Biləcəkdən o tərəfə çıxmayanlardır. Məsələn, kəndindən o tərəfə çıxmayanlardır. Xəbəri yoxdur məsəl üçün. Qala cinsi nədir? Qala cinsi yəni tarixi var, qala cinsi nə üçün saxlayıblar və s. kimi, hansı xüsusiyyətlərə malikdir, istər çəki yığmaqda olsun. Yəni, yenə də deyirəm, burada zövqlər müxtəlifdir. Gəlin bugünkü gündə kiminsə satdığı, qiymət qoyduğu, yəni kimsə mal satırsa, ona durub bilmədiyi halda müdaxilə etməyir. Çünki özünüz gülünç vəziyyətdə qalırsınız. Niyə görə? Yəni narahatsız, bu aydın məsələdir ki, bu paxıl kütlədir. Bu %100 belədir. Yəni bunlar paxıl kütlədir ki, yəni hər halda bu adam bu qiymətə satırsa, deməli bu heyvanın dəyəri budur. Özü bilər. 1000 manata satır, 1500'ə satır, 2000'ə satır. Qardaş öz qiymət, o bilir nəyə qiymət qoyur. Yəni başa düşürəm, şişirdilmiş qiymətlər də olur. Mən sizdən razıyam. Amma gəlin bugünkü gündə damazlıqla ətli istiqaməti səhv salmayaq. Xüsusən təsərrüfatçılar, sizə mən səslənirəm. Siz təsərrüfatçı ola-ola damazlıq nədir, ətlik nədir, bunları ayırmalısınız. Amma baxırsan ki, özünüz deyirsiniz ki, biz heyvan saxlayırıq və s. təsərrüfatçıyıq. Amma gəlginən ki, damazlıqla ətli ayıra bilmirsiniz. Siz necə təsərrüfatçı ola bilərsiniz?
Yenə də deyirəm, sizin saxladığınız sort başqa ola bilər. Vur tut erkeğiniz belki de 60 kilo çəkisi o tərəfə şey eləmir. Yenə də deyirəm, yəni çəkili heyvanı bugünkü gündə tərəziyə vursan, bugünkü qiymətlə gəlir elə pakçı eyni damazlıq qiymətinə çıxır da. Yəni burada nəyin təlaşındasınız? Nəyin damazlıq adı ilə o ətlə satılmır, bir 200-də, 300-də qoyur üstə damazlıq adı ilə satılır. Burada nə var ki? Yəni almırsan keç qırağa. Alan zaten bilir, dəyərləndirən dəyərləndirir, bilir o nəyə pul verir. Siz narahat olmayın. Siz çox da heç narahat olmayın. Adam bilir nəyə pul vermək lazımdır. Bayaq mən sizə adi misal gətirdim. Bir var 50 minlik maşın, var 10 minlik maşın. Demək ki, indi deyə bilərsən ki, maşındır da, fərqi nədir? Amma fərqi var. Düzdürmü? Həmçinin bu heyvanlar var ki, baxırsan ki, Qırğızstanda istər yaxın yəni qonşularda olsun ki, 10 min dolara, 15 min dolara, 20 min dolara bir dənə heyvanı satır damazlıq adı ilə. Heç olmasa YouTube kanal zat var da, bir açın, baxın, mariflənin, görün. Yəni onlar heyvanlarına dəyər verirlər, öz milli heyvanlarına dəyər verir. Daha sizin kimi çıxıb orada komment xətrinə özünü gülünc vəziyyətinə qoymur, yəni. Dana qiymətə satırsan, ay nə bilim danadır filandır. Yəni öz aləmində indi güya siz belə ağıllısınız da, yəni. Camaat bilmir nəyə pul verir, bizə siz bilirsiniz, yəni camaatı aldadırlar, eləmi? Yəni özünüz xahiş edirəm, belə söhbətləri yığışdırsınız daha yaxşı olar. Gəlin əksinə heyvanlarımızın dəyərini bilək, qədrini bilək. Qonşu ölkə 20 min dolara satırsa, məsəl üçün deyirəm. Niyə biz? Çünki onlar buna belə deyək, can atdılar. Bunlar malının qiymətini bilirlər. Bizlərdən fərqli olaraq. Amma bugünkü gündə biz bir-birimizə lağ eləyirik. Filan kəsin heyvana bax, dana satır elə belə qiymətə bax. Qardaş, sənə nə var? Sənin üçün bahadır, sənin üçün yaramır, zövqlər də müxtəlifdir. Heyvan xoşuna gəlmir, keç qırağa, alma. Sən kim məcbur eləyir ki? Alan adam, inandırım səndən ağılsız deyil. Yəni ağıllıdır. O bilir nəyə pul vermək lazımdır. Sən heç narahat olma. Yəni bu qədər toxunmaq istəyirdim. Yəni o qədər vacib məsələlər var, o qədər heyvandarlıqda boşluqlar var. Onları müzakirə eləməyə əvəzinə burada bir-birinizə lağlağı danışırsınız. Ona görə də bir yerdə dayanmışsınız, irəli getmirsiniz. Məsələ burasında. Nəysə, Allah hər kəsin malına bərəkət versin. Mən fikir vermin, arada biraz belə emosional görünə bilərəm. Bəzən belə haqsızlıqlarla rastlaşanda emosional ifadələrlə bir uza verirəm. Fikrimi çatdırıram. O yüzden haqqınızı halal eləyin. Salam aleykum və rahmetullah və barakatuhu. Kanalımıza abunə olun ki, bu cür belə kanalımız siz də dəstək olasınız. Yəni kanalımız daha da yayılsın və insanlar mariflənsin. Oldu. Salam aleykum. Allah malınıza bərəkət versin.